təbiətsevər insanlar, hər birinizi salamlayıram. Bu videoda vətənimizin dəyərli bitkilərindən biri olan xəndək otu haqqında faydalı məlumatlar verməyə çalışacağam. Bitkimizin elmi latın adı Cymbidium officinale, digər adları isə qara qəfəs otu, kamfrey, yara kökü, sümük otu adları ilə tanınır. Bitkimizin mərkəzi tibb kitabxanasında 278 klinik və laborator araşdırmaları rəsmi olaraq qeydə alınmışdır. Bitkimizin faydalarına keçmədən öncə bəzi qeydləri nəzərinizə çatdırım ki, bitkimiz yüngül dozlarda pirallizidin alkaloidləri təşkil edir. Bu səbəbdən də təbabətdə istifadəsi 4-6 həftə ilə məhdudlaşdırılmışdır. Bitkimizin yüngül zəhərli bitki olmasına baxmayaraq təbabətin qızıl bitkilərindəndir. Belə ki, qadınların çox sevəcəyi allantoin maddəsi təşkil edir. Bu maddə isə tibbdə və təbabətdə gözəllik maddəsi olaraq bilinir. Bütün keyfiyyətli bilinən kosmetik vasitələrin tərkibində yer alır. Dəri qulluq kremləri, losyonlar, üz dəri təmizləmə maskaları, günəş və uşaq kremləri, kosmetik dodaq vasitələri daxil bir çox qulluq vasitələrində bu maddəni xüsusi olaraq görmək olar. Beləliklə, bitkimizin gövdəsində və köklərində yer alan dəyərli allantoin maddəsinin dəri üzərində bilinən faydalarına qısa olaraq nəzər salsaq, ilk öncə hücrə yeniləyici və çoxaldıcı, qızartılı, eroziyalı dəri həssaslığını sakitləşdirici, dəri nəmləndirici, su tutucu, dəri quruluğu və çatlarına qarşı keratolitik, ölü hücrələri təmizləyici, hamar dəri gözəlliyini meydana gətirici bir maddədir. Dəridəki iltihabı prosesləri azaldıcı və bir çox dəri üzərində faydaları bilinməkdədir. İlk öncə qeyd edim ki, xəndək otunun müxtəlif formlarda istifadə qaydaları var. Məlhəminin burxulma, əzilmə kimi travmatik zədələnmələrdə, bütöv oynacaq ağrılarında faydalı olduğu bilinməkdədir. Bundan əlavə sümük qırılması, sümük iltihablanması, sümük yeyilməsi, giriş və bağların iltihablanması, əzələ ağrıları, daxili qanama, toplar damar çatışmamazlığı, toplar damarların genişlənməsi, babasil, lenf vəzlərinin şişməsi kimi bir çox problemlərdə faydalı olduğu bilinməkdədir. Bitkimizin normal dozlarda qəbulunun ilkin təsir formalarına qısa olaraq nəzər salsaq, ilk öncə yaraların sağalmasını sürətləndirici, kəsik yaraları və sümükləri qaynadıcı, yapışdırıcı, yeni toxumaları yaradıcı, şişkinlikləri sovurucu, iltihab əleyhinə bəlğəm gətirici və sərinləşdirici ilkin təsir formaları bilinməkdədir. Son olaraq qeyd edim ki, bitkimiz mərhəm, kompres, çay, cövhər bir çox formalarda istifadə olunur. Bu formaların hazırlanmasında yazsanız köməklik göstərə bilərəm. Bitkimizin daxilə qəbulunda qətiyyən doza həddi aşılmamalıdır. Diqqətiniz üçün çox sağ olun. Allah amanında.